Özünüzü təqdim edin zəhmət olmasa. Mən Babayev Əminə. Əminə xanım harada yaşayırsınız? 4-cü mikrorayon, Mircəlal küçəsi 34. Gələndə nə şikayətlərin var idi? Gələndə şikayətlərim artroz da, dizimdə artroz var. O da ki, gəldim həkimə. Yox, nə şikayətlərin var da? Nə şikayətim var, ağrıyır da. Yəni, Haran ağrıyır? ağır. Yavaş-yavaş gəzirdim, indi yaxşı. Hara ağrıyırdı? Dizlərim ağrıyır. Sonra? Sonra elə bu. Hı. Amma biraz yavaş yeriydim də. İndi hal-hazırda. Yıxılıb eləməmişdin? Yıxılmışam, bu yaxında yıxılmışam. Çoxsu belə olub da, yəni. Və yıxıldın, sonra sən kim gətirdi? Mən köməkçi çağırdım. Mən qızıma zəng vurdum Təbrizə. Oradan çağırtırdım. O da gəldi mənə kömək elədi. Gəldi Seyfəddin doktoru. Seyfəddin də doktoru da videoda mən götürdüm oradan. Telefon nömrəsi. Telefon nömrəsini götürdüm. İyi gəldim bura. Başladıq mağazacıya. Mehriban xanım səni gətirdi, Təbrizdən gəldi, səni gətirdi. Gətirdi, bəli. Doktor Seyfəddin klinikasına. Mən də gəldim. Nə müalicəsi aldınız? Nə müalicə? Fizioterapiya, zəli, arı. Məlhəmlər. Mərhəmlər əsi. Necədir? İndi yaxşı hiss edirəm özümü. Çalıram da, oynayıram da, gəzirəm da, dolanıram da. Ay maşallah, ay maşallah. Əminə xanımın nəvəsinin nişanı olmalıdır Romada. Elə qızı Mehriban xanım da gəlib Təbrizdən. Deyir ki, məni də dəvət edir ki, doktor, mənim doktorum kimi getməliyik nişana. Nişan sağlıq olsun, həmişə toy olsun. Gedək görək orada nişan necə olur. İnşallah gedərik, Allah. Mehriban xanım Təbrizdə nə var, nə yox? Yaxşıdır, hər şey çox sağ olun. Çox yaxşı. Siz yaxşı olun, salam söylərsiniz bizim dəyərli qardaşlarımıza, dostlarımıza. Sizə də can sağlığı diləyirəm, şəfa diləyirəm. Həmişə xoş günlərdə olasınız və arzu edirəm ki, hamının belə bir qızı olsun ki, oradan bura Təbrizdən gələrsən ki, mən anamı həkimə aparıram, gələrsən əziyyət çəkəsən, gündəlik gətirib müalicə elədib aparasan. İndi də sağaldıb, özü inşallah qayıdır Təbrizə. İnşallah, inşallah. Can sağlığı diləyirəm, can sağlığı. Əminə xanım mahnı oxumaq istəyir, gələn dəfə inşallah. Oynayacağım, ancaq İnşallah, inşallah.